Salam, hörmətli müəllimlər və abituriyentlər. 25 may 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 2 və 3-cü qruplar üzrə qəbul imtahanında tarix fənni üzrə istifadə olunmuş test tapşırıqlarının bəziləri ilə bağlı iradlarımız olmuşdu. Həmin iradlardan biri də mənbə əsasında təşkil olunmuş suallardan biri olacaq. Əvvəlcə bunu qeyd edeyim ki, mənbə sualının mahiyyəti bundan ibarətdir ki, şagird verilən mətni, mənbəni oxuyaraq və həmin mənbəni təhlil edərək onun əsasında verilən suallara cavab verməlidir. Amma təəssüf olsun ki, əksər imtahanlarda bunun belə olmadığını görürük. Yəni mənbə demək olar ki, heç bir işə yaramır və təqdim olunan suallar elə qapalı suallar kimi mahiyyətcə ona bənzəyir və şagird fərq orada da ki, variant yoxdur və onu öz yazmalıdır. Amma əslində mənbə üzərində işin əsl mahiyyəti bu deyil. Əvvəlcə onu qeyd edeyim. Yəni orada şagird dərsi tutaq ki, əzbər bilməsə də mənbəni təhlil edərək oradan ipucuları ilə deyək cavabı çıxartmağı bacarmalıdır. Orada mən elə başa düşürəm ki, şagirdin əsas mənbə üzərində işlədikdə onun mənbəni oxuyub düzgün analiz, təhlil bacarıqlarının yoxlanılmasına xidmət eləməlidir. Amma bu mənbə sualı da o mənada uğursuz hesab edirəm. İndi keçək bizi narahat edən məsələyə. 1970-ci illərdə ərəb ölkələrlə İsrailin müharibəsindən danışılır. Söhbət burada 1973-cü il müharibəsindən gedir və bir də ən sonunda Camp David sazişindən bəhs olunur. 1978-ci ildə Misirlə İsrail arasında imzalanan Camp David sazişindən söhbət gedir. Biz baxacağıq 59 saylı test tapşırığına, hansı ki bu mənbə əsasında təşkil olunub. Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi hər birinə bir aid bir amil yazın. Deməli, burada xüsusi qeyd var, mənbədə verilməyən. Və biz də hər zaman şagirdləri aşıladığımız bir demək ki, fikir var ki, heç vaxt imtahanda mənbədən yazmayın, mənbədən köçürməyin və bu qəbul olunmur. Bu bir qaydadır. İndi bura qədər sıxıntı yoxdur. Sıxıntı hansı hissədədir? Dövlət İmtahan Mərkəzi özü bu qaydanı pozub, hansı ki, həmin o iqtisadi amili mənbənin içərisində verib və burada da şərt qoyub ki, veto qoyub ki, mənbədə verilməyən, yəni mənbədə verilən iqtisadi amili yazmamalıdır. İş orasıdır ki, etalonda da həmin iqtisadi amili verib. Yəni mənbədə verilən iqtisadi amili gəlib, yəni izahda da qeyd edilib ki, onu yazmalı idi şagird. Halbuki həmin amil mətndə də var, mənbədə də var və bu mənbədə verilməyən qeydi artıq şagirdi bir növ veto qoyur ki, şagird orada neft amilini yazmamalıdır və başqa bir şagirdlər avtomatik başqa bir iqtisadi amil axtarıblar. İndi baxaq görək dərslikdə ümumiyyətlə nə qədər iqtisadi amil demək ki, sadalanıb ki, abituriyent fərqli bir şey tapsın. 9-cu sinif deməli ümumi tarix dərsliyində bu hissədə bəhs olunan müharibədə deməli iqtisadi amil olaraq bir iqtisadi amil var. O da neftin qiymətinin 4 dəfə artırılması və bu dünyada ilk neft şokuna səbəb olmasıdır. Yəni sadəcə budur. Deməli burada əsas məsələ neft amilidir. İqtisadi amil neft amilidir və neftin deməli qiymətinin 4 dəfə artırılması və nəticə etibarilə bunun dünyada ilk neft şokuna səbəb olması neftdən bir təhdid vasitəsi kimi istifadə etməlidir ərəb ölkələrinin. 11-ci sinifə baxırıq ümumi tarix dərsliyində verilən məlumatlar. Demək olar ki, eyni məlumatlar qeyd olunub və burada da əsas neft ixracatçıları olan ərəb dövlətlər neftin qiymətini 4 dəfə artırmağı qərara aldı və bu yenə də eyni formada yazılıb. İlk neft şokuna səbəb oldu və neftdən təsir vasitəsi olaraq istifadə olunurdu. Yəni neftin qiymətinin 4 dəfə artırılması. Deməli, hər hansı bir başqa bir iqtisadi amil yoxdur. Hər iki dərslikdə şagirdin oxuduğu bir iqtisadi amil var. O da neft amilidir. Yəni neftin qiymətinin artırılmasıdır ki, bunun da nəticələri dünyada ilk neft şokudur və artıq neftdən təsir vasitəsi olaraq istifadə olunmasıdır. İndi burada baxırıq biz mənbəyə. Mənbədə qeyd olunur ki, neftin qiymətinin 4 dəfə artması və arxası bizə lazım deyil. Deməli, neftin qiymətinin 4 dəfə artması mənbədə verilib və yeganə iqtisadi amil elə budur. Dərslikdə də budur və şagirdin ikinci yazacağı bir şey yoxdur. Və burada verilir ki, mənbədə verilməyən iqtisadi amili yazın. Mənbədə verilən iqtisadi amil yeganə iqtisadi amildir dərsliklərə
dərslərlə müqayisə etdikdə. Və şagird bura nə yazmalıdır? Bəzi şagirdlər sırf neft məsələsini nəyə görə yazmayıblar? Mənbədə bəhs olunur deyə. Kimsə buna açıqlama verə bilər ki, deyə bilər ki, biz burada neftin qiymətinin artırılmasını yazmamışıq, neft şoku yazmışıq. Bu çox gülünc bir deməli arqument olar, çox absurd bir arqument olar. Çünki niyə? Elə neft şokunun baş verməsi birbaşa elə neftin qiymətinin 4 dəfə artırılmasının nəticəsidir də. Yəni neft amili, neftin qiymətinin 4 dəfə artırılması nəticə etibarilə dünyada neft şoku yaradır. Yəni bunun beynəlxalq miqyasda, beynəlxalq münasibətlərə təsir vasitələri istifadə olunması hansı formada olur? Neftin qiymətinin 4 dəfə artırılması ilə artıq təsir vasitəsi olaraq istifadə edirlər. Yəni bunlar mahiyyətcə neftin qiymətinin artırılması ərəb deməli dövlətlərinin əlində olan əsas silahdır və bundan təsir etməyə çalışırlar. Və bu da mənbədə verilib. Yenə də deyirəm, mənbədə 4 dəfə artırılması yazılıb, amma burada izahda neft şoku yazılıb. Bu çox, yenə deyirəm, çox gülünc bir arqument olar, çox absurd və əlaqəsiz olar. Çünki burada ana mahiyyət budur, neft amili, neftin qiymətinin artırılması, elə şok yaradan da budur. Ona görə də bu məsələdə şagirdlər neft amilini qeyd etməyiblər. Hər halda düşünüblər ki, başqa bir iqtisadi amil var, bizim yadımızdan çıxıb. Yəqin ki, elə düşünən şagirdlər olub və sırf bu tələbə görə neft məsələsini, o ilk neft şokunu da yazmayanlar var buna görə. Çünki mənbədə neft amilindən 4 dəfə qiymətin artırılmasına bəhs olunur deyə avtomatik bunlar da hamısı, yəni onun nəticələridir deyə neftlə bağlı olduğu üçün yazmayıblar ki, bu mənbədə verilir və buna onsuz da bal verilməyəcək. Buna görə də Dövlət İmtahan Mərkəzinin öz qoyduğu qaydanı pozub. Yəni burada bu neft məsələsi verilməməlidir. Mənbədə verilməməlidir. Verilibsə özü qoyduğu qaydanı pozub. Dövlət İmtahan Mərkəzinin pozduğu qaydanın hesabını və bədəlini şagird məncə ödəməməlidir. Ona görə də bu sualın qiymətləndirilməsində əgər şagird düşünürəm ki, və bir çox müəllimin ortaq düşüncəsidir bu həm də, siyasini yazıbsa ona tam bal verilməlidir. Yəni hansısa şagird demin öz xətasına görə iqtisadi məsələdə neft məsələsini yazmayıbsa, bu şagirdin günahı deyil. Çünki neft məsələsini ona görə şagird qeyd etməyib ki, Dövlət İmtahan Mərkəzi burada şərtdə ona o qadağanı tətbiq edib. Hansı ki, artıq bu şagirdin bütün cavabların, hansı bir cavab yazmağının qarşısını kəsməkdir. Və eyni zamanda mənbədə verilən cavabı da gəlib izahda bunu təqdim ediblər. Ona görə də bu sualda ədalətli demək ki, qərar o olar ki, siyasi cavab, siyasini yazan, düzgün yazan şagirdlərə də tam bal verilməlidir. Çünki burada ortaya çıxan mənzərə Dövlət İmtahan Mərkəzinin belə deyək də bu testi tərtib etməkdə və mənbəni deyək ki, tərkibinə qoyulan ifadələrin, ümumiyyətlə mənbənin tərkibi ilə sualın şərtində olan o bir-birini təkzib edən məsələlərdir. Yəni mənbənin içində neft verilibsə, burada mənbədə verilməyən şərt olmalı deyil. Mənbədə verilməyən şərt tələb, yəni iqtisadi amil tələb olunursa, mənbənin içindəki neftin qiymətinin artırılması olmamalı idi.